Əsl müəllif mətnin çölündəki, əsl oxucu mətnin içindəkidir. Oxuduğumuz kitab sonuncu səhifəsindəmi bitir? Bitmirsə davamı hardadır? Umberto Eco Şərh və Sonsuz Şərh kitabında mətnin özü-özlüyündə tənbəl bir mexanizm olduğunu söylər və iddia edirdi ki, mətn sürəkli onu öz şərhləri ilə bizləyən, funksionallığını işlək saxlayan bir oxucuya ehtiyac duyur. Yəni, oxucu mətn arzuladığı kimi, mətn də oxucu arzular. Onlar bir-birini tapmadıqda hər ikisi tənbəllikdən ölür. Eco yazır ki, bunu bildiyi üçün hər bir müəllif yazı prosesində bəri başdan mətni diri saxlayan, mətn daxili, nümunəvi bir oxucu uydurur beynində və bu nümunəvi oxucu öz şərhləri ilə müəlliflə bərabər mətni əvvəldən axıra kimi təftiş edir. Əsl oxucu da mətnlə birlikdə doğulan həmin o mətn daxili oxucudur ki, onu da müəllif özü yaradır beynində, kölgə oxucu olaraq. Bu prosesdən belə bir sual ortaya çıxır. Məna mətnin vermək istədiyidir, yoxsa oxucunun almaq istədiyi? Eco bu suala cavab vermək üçün mətnə 3 niyyətin göz dikdiyini söyləyir. Birincisi müəllifin niyyəti, ikincisi oxucunun niyyəti və üçüncüsü mətnin öz niyyəti. Müəllifin niyyətini müəyyən etmək çox çətindir və çox vaxt mətnin şərhi ilə əlaqəsi olmur. Mətni öz məqsədlərinə uyğunlaşdıran oxucu niyyəti son həll olmadığı üçün geriyə mətnin öz niyyəti qalır. Umberto Eco'nun fikrincə mətnin niyyəti nümunəvi oxucu yaratmaqdır. Özünün nümunəvi oxucusunu yarada bilməyən mətnlər gec-tez unudulur. Mətni ölümsüz edən də özünün yaratdığı, öz içindən çıxardığı nümunəvi oxucudur. İngilis yazar Edward Forster roman sənəti kitabında yazır ki, roman dediyimiz şey formasız bir torpaq parçasıdır. Onun üzərində dırmaşmaq üçün, məsələn, İlham pərilərinin yaşadığı Parnas və ya Helikon, hətta Piska kimi dağlar yoxdur. Forster deyir ki, romanı konkret bir formanın içinə pərçimləmək və o formadan kənarda olanı roman saymamaq ədəbi mühafizəkarlıqdır. Mətnin sonsuz şərhi kimi sonsuz forması da mümkündür. Yetər ki, sənətə lazım olanı kəşf edə bilsin. Bu kəşf özünün yeni oxucu nəslini də yaradır. Eco'nun sözlərindən belə çıxır ki, əsl oxucu mətnə kənardan gələn oxucu deyil, mətnlə birgə ortaya çıxan oxucudur. Mətnlə doğulan və özünün sonsuz şərhləri ilə mətni bir daha ölməyə qoymayan oxucu. 500 ildən artıqdır ki, Füzulini öz şərhləri ilə zamandan zamana ötürən oxucu.